Çukçalar barədə eşidənlər daha çox onların avam, kütbeyin, dünyadan bixəbər obrazları haqqında lətifələrlə kifayətlənsələr də, lakin məsələ elə bilindiyi qədər də sadə deyil. Əslində, Çukçalar illər boyu Çar Rusiyasının işğalına qarşı qəhrəmancasına mübarizə aparıblar. Aleksandr Nevetkinin Çukçaların hərb sənəti 17-20-ci əsrlər kitabını gözdən keçirdikcə görürəm ki, doğrudan da Çukçaların 17-ci əsrin ortalarından 18-ci əsrin ortalarına qədər müstəmləkəçiliyə qarşı ruslarla apardıqları mübarizələr Sibirin işğalının ən qanlı və faciəli səhifələrindəndir. Əvvəlcə Çukçalar haqqında qısa məlumata nəzər yetirək. Azərbaycan Elmlər Akademiyasının Keçmiş Milli Münasibətlər İnstitutu tərəfindən nəşr olunmuş Dünya Xalqları Ensiklopedik Məlumat kitabında oxuyuruq. Çukçalar, Maqadan vilayətinin Çukot Muxtar Mahalının əsas əhalisi. Saxa, yəni Yakutiya Respublikasında yaşayırlar. Sayları 15 mindir. Maralçılıqla məşğul olan Çukçalar özlərini çavçular, sahildə yaşayanlar Ankalın adlandırırlar. Çukçalar əsasən Çukot, bəzən isə rus dilində danışır. Yazıda isə rus qrafkası əsasında olan hərflərdən istifadə edirlər. Çukçalarla bağlı tərtib edilmiş etnogenetik sxem bu xalqın Çukotiyada aborigen olduqlarını təsdiq edir. Müasir Çukçaların dədə-babaları bu yerlərdə eramızdan əvvəl 4-cü və 3-cü əsrdə formalaşıblar. Əsasən maralçılıqla məşğul olan Çukçaların təsərrüfatları vətənlərinin sərt qışına uyğun şəkildə qurulub. Çukçalar ruslarla ilk təmasları 17-ci əsrin ortalarında Kalımə və Anadır çayının sahillərindəki ərazilərdə olub. Ancaq elə birinci görüşdəncə qarşı tərəflər silahlara əl atmağa üstünlük verirlər. Belə ki, rusların onları təbəəliyə dəvət eləyərək xərac istəmələri həmin vaxta qədər hür yaşamış Çukçaları narazı salır. Hələ 1722-ci ildə Sibirin qubernatoru Çerkaskinin senata göndərdiyi məlumatdan oxuyuruq. Yakut Kazakları Şərq və Şimal dənizlərinin sahillərində, həmçinin Kamçatka torpağında az əhalinin yaşadığı adalar görüblər. Anadır tərəfdə isə Rusiya dövlətinə tabe olmayan yad ellər yaşayırlar. 1727-ci ildə Senat 400 nəfərlik Kazak və əsgərlərdən ibarət dəstənin Çukotkaya və Kamçatkaya göndərilməsi barədə qərar verir. Ümumi rəhbərlik Şeskakova, hərbçilərə komandirlik isə Tobolska Dragun alayının zabiti kapitan Pavlutskaya tapşırılır. Rusların şərqə doğru bu hərəkətlənmələri qətiyyən təsadüfi sayılmamalıdır. Bu yürüşlər özlüyündə geniş miqyaslı planların başlanğıcı olmalı idi. Senatın qərarında bu məsələ kifayət qədər geniş şəkildə şərh edilib. Şərhdən oxuyuruq. Bu yürüş ona görə vacibdir ki, dəniz yolu ilə şərqə açıla, həmçinin sonradan Yaponiya, Çin Koreyası ilə ticari əlaqələrə girə bilərik. Bundan əlavə, Amerika ilə ticari əlaqələri gücləndirmək istəyən ruslar öz arxalarında onlara tabe olmayan, boyun əyməyən Çukotkanı və Kamçatkanı heç vaxt öz başına qoymazdılar. Çukotka həm də Çukot burnundan başlayan böyük torpaq üçün plastarm rol oynayırdı. Beləliklə, Anadır Partiyası adlanan bu ekspedisiya bu cür mühüm vəzifələrlə yola çıxsa da, elə ilk günlərdən Pavlutski ilə Şestakov arasında ixtilaf yaranır. Tobolskadan Yakutiyaya qədər bu iki nəfər arasında yaranan narazılıq o qədər güclənir ki, artıq mənzil başına çatanda bütün əmrlərə baxmayaraq bir-birlərindən ayrılırlar. Hərəsi öz tərəfdarlarını başına yığıb, müstəqil şəkildə fəaliyyət göstərməyə başlayırlar. Pavlutski başının dəstəsi ilə 1729-cu ilin sentyabrında Anadır adasına gəlib çıxır. Sonrakı illərdə Çukot yarımadasına yürüşlərə başlayır. Bu yürüşlər zamanı Çukçalara böyük zərbələr vurulsa da, onlar Rus təbəəliyini qəbul etmirlər. Şeskakovun taliyi isə faciəli olur. Axot sahillərində Çukçaların 2000-lik qoşunu ilə qarşılaşan Şeskakovun dəstəsi darmadağın edilir. Özü yaralanır, əsir götürülür, sonradan isə öldürülür. Rəqibinə fərqli olaraq Pavlutski bir neçə il Çukçalarla döyüşlər aparır. Ancaq onun senata göndərdiyi məlumatlardan da bəlli olur ki, Rus zabiti Çukçaların Rus təbəəliyini qəbul etmələri üçün ən ağla gəlməz üsullara əl atırmış. Anadır Kazaklarından biri Pavlutskidən bəhs edərək yazır. Əsir götürülmüş yaralı Çukçadan Rus təbəəliyini qəbul edilməsi tələb olundu. Çukça imtina elədi. Onda Pavlutski şəxsən özü əsiri döyə-döyə öldürdü. Bunlardan əlavə, ruslar Çukçalarla döyüşlərdə daha çox hiləyə əl atırdılar.
Məsələn, dəfələrlə Çukçaların başçıları danışığa dəvət edilmiş, ancaq ruslar tərəfindən öldürülmüşdülər. Bütün bunlara baxmayaraq, rusların bir-birinin ardınca Çukçaları ram eləmək üçün göndərdikləri dəstələr ağır məğlubiyyətə uğrayırdı. Nəhayət, Pavliski yenicə aldığı mayor rütbəsi ilə, gücləndirilmiş dəstəsi ilə və senatdan Çukçaları nəyin bahasına olursa olsun ram eləməli əmri ilə döyüşlərə başlayır. 1747-ci il mart ayında Çukçalarla Pavliskinin dəstəsi arasında döyüş baş tutur. Şahidlərin yazdıqlarına görə, odlu silahlarla silahlanmış rusların birinci atəşindən sonra Çukçalar dəstə ilə özlərini əlbayaxa döyüş üçün irəli atırlar ki, əsgərlər tüfənglərini doldurmağa belə vaxt tapmırlar. Bu döyüşdə Pavliskinin dəstəsi darmadağın edilir. Mayorun özü isə öldürülür. Deyilənlərə inansaq, güya mayorun əlində yanıqlı olan Çukçalar Pavliskinin cəsədini tikə-tikə doğrayaraq qurudublar və düz 1880-ci ilə qədər saxlayıblar. Ümumiyyətlə, belə şayiələrə o dövrün rus mənbələrində tez-tez rast gəlinir. Ancaq tədqiqatçılar bunları ciddi məlumat kimi qəbul etmirlər. Pavliskinin ölümü həmçinin Çukçalarla müharibədən qayıdıb gəlmiş əsgərlərin, Kazakların danışdıqları Rus hakimiyyətini əməlli başlı təşvişə salır. Şahidlərin danışdıqlarından məlum olur ki, Çukçalarla döyüşmək çox çətindir. Birincisi, onlar əsasən partizan müharibəsində üstünlük verirlər və yerli ərazilərə yaxşı bələd olmaları qəfil hücumların uğurlu olmasına təminat yaradır. İkincisi, Çukçalar ölümdən qətiyyən qorxmadıqlarından son nəfər qalana qədər döyüşürlər. Şahidlər bir mühüm məqamda qeyd edirlər ki, Çukçalar ümumiyyətlə əsir düşməyi sevmirlər. Onları yalnız yaralayaraq huşsuz halda əsir götürmək mümkündür. Hələ bu harasıdır? Çukçaların qadınları və uşaqları əsir götürüldüklərini görəndə bir-birlərini öldürürlər ki, düşmən əlinə keçməsinlər. Beləliklə, bu və bu kimi məqamları nəzərə alan ruslar Çukçalarla dil tapmağın yolları barədə düşməyə başlayırlar. Əvvəlcə senat Çukçalara qarşı pis niyyətlə yürüşlər aparmağı qadağan eləyən fərman verir və bundan sonra Çukçaların da rusların yerləşdikləri ərazilərə hücumları səngiyir. Bu faktın özü onu göstərir ki, az saylı olmasına baxmayaraq, Çukçalar tarixdə yeganə xalqdırlar ki, özlərinin hərbi qabiliyyətləri ilə o boyda Rusiyanı qorxuya saldılar. Ancaq o illərdən ötən müddət ərzində Çukçaların həyat tərzində, geyimlərində, silahlarında çox şey dəyişə bilər. Ancaq Çukçalar heç vaxt döyüşkənliklərindən, özlərinə yad vərdişlərin qəbulundan, imtinadan əl götürmədilər. Maraqlıdır ki, Rusiyada Sovet hakimiyyəti qurulanda da Çukçalar arasında yeni ideologiyanı yaymaq mümkün olmadı. İnqilabın ilk illərində bu şimal xalqını ram eləməyə gələn bolşevik dəstələri bütöv şəkildə öldürüldülər. Sonunda bolşeviklər də çar hakimiyyəti kimi hərəkət edirlər. Çukçalar bazar münasibətləri ilə, alış-verişlə ələ alınırlar. Onların azadlığının simvolu olmaları arşısı isə çox asan bir yolla alındı, lətifələr yoluyla. Çukçalar haqqında gülməli lətifələr qoşuldu ki, güya bu xalq başıboş, sadəlöv, maymaq fərdlərdən ibarətdir. Və bu lətifələrlə döyüşkən Çukçaların azadlıq yanğısının tarixi örtbasdır edildi.